2023-cü ilin əziz dostlar, Land Rover Defender çıxır aksiyona. Maşın 110 gövdədir, 2 motordur. 129 min dirhəm start qiymətlə maşın aksiyona çıxır. 25 min maşının yürüyüşü var. Gördüyünüz kimi maşın ön hissəsində heç bir zədəsi yoxdur. Yüngül xırda burada cızıqlar var, gördüyünüz kimi. Bir də bu hissəsində. İndi onlar daşınma zamanı burada harasa sağa sola dala qabağa verəndə cızılan şeylərdir. Maşın gördüyünüz kimi üstündə bagajı var. Yüngül off-road təkərlər var, maşın üstündə disklərindən gördüyünüz kimi dəmir padnoşka. Və maşının əsas zədəsi arxa hissəsində də arxa buferində gördüyünüz kimi zədəsi var. Quluş zədələnib altdan, bu silavik qoymayıbdır, bu qoşqu yeri qoymayıbdır maşının çox zədələnməyə. Deməli, stopun plasmasında çatı var. Bir dənə bufer dəyişiləcək, elə bir ki, arxa krılosunda yüngül belə bir batıq var, bu da 5 qaska çəkib düzəltmək olar. Solu isə maşının zədəsi 4 qapısını açarsınız, daxil olma kör nöqtə, 360 dərəcə kamera var maşında. Qara parça salon, elektron ələyləci, gördüyünüz kimi maşında əziz dostlar heç bir ayrılıq açılmayıbdır. Kim istəsə əlaqə saxlamaq, gördüyünüz kimi simsiz telefon şarjı var. Kim istəsə maşını oynamaq, əlaqə saxlasın, gözəl qiymət əldə edə bilərik. 1-2-22 divininə baxıb ətraflı məlumat ala bilərsiniz. Buyurun dostlar, zəylərinizi gözləyirik.